Rusiya Silahlı Qüvvələrinin Odessaya hücumu nəticəsində 2 nəfər həlak olub, 22 nəfər müxtəlif dərəcəli xəsarət alıb. Bu barədə Odessa şəhər hərbi administrasiyasının rəhbəri Sergey Lysak sosial şəbəkələrdə bildirib. Qeyd olunub ki, şəhərə 50 dron zərbəsi endirilib. Bu zaman 46 yaşayış binası, uşaq bağçası, mağaza və digər tikililər zərər görüb. Axtarış xilas etmə əməliyyatı davam etdirilir. Bu arada NATO'nun baş katibi Mark Rutte Avropa Parlamentinin deputatlarını öz hökumətlərinə təzyiq göstərməyə çağıraraq Ukraynaya hava hücumundan müdafiə sistemləri üçün raketlərin tədarükünün sürətləndirilməsini istəyir. O, bu barədə Avropa Parlamentində çıxışı zamanı bildirib. Bu zalda hansı ölkələrin təmsil olunduğunu və onlardan hansılarının əhəmiyyətli sayda raket ehtiyatına malik olduğunu yaxşı bilirsiniz. Harda imkan varsa, xahiş edirəm hökumətlərinizə təzyiq göstərin ki, bu addımı atsınlar. Çünki mövcud tədarüklər Rusiyanın hücumlarının intensivləşdiyi bir vaxtda Ukraynada mülki əhalinin həyatını qorumaq üçün kifayət etmir. Rutte sonda ABŞ istehsalı hava hücumundan müdafiə raketlərinin Ukrayna üçün alınmasını nəzərdə tutan Pearl proqramının əhəmiyyətini xüsusi vurğulayır.